hörmətli izləyicilər, video keçməzdən və kanala keçib abunə olmağı, video bəyənməyi və şərh etməyi unutmayın. Məmmədli qəsəbəsində dostlar, magistral yola 100-150 metr məsafədə, Araz marketə yaxın, 5 sotda gözəl, 3 daş kürsülü, 2 mərtəbəli və mərtəbə arası beton manatla tikilmiş 6 otaqlı həyət evi satışa çıxarıbdır. Baxın, bu evimizin həyətidir. Həyətində pisetkası, manqalnisi, sanitar qovşağı və çöl qapıları, jaruz qapılardır. Potuna idarə olunur. Evimizin sağında da, solunda da əkin sahəsi yerlər ayrılıbdır. Həmçində evimizin sağ və sol tərəfinin ətrafına fırlanmaq mümkündür. Evimizin qazı, suyu, işığı daimidir. Kanalizasiya mərkəzidir. Həyəti bir daha belə göstərim sizə daha ətraflı, manqalına kimi. Belə. Yəni, burada bulağıdır yanında. Sanitar qovşağı. Yəni, bütün aksesuarlar hamısı tam işləyə vəziyyətdə çəkilib hazır vəziyyətdədir. Bu evimizin xarici görünüşüdür. Pisetkasıdır. Göstərim sizə tam ətraflı şəkildə. Bu da evimizin həyəti dostlar. Baxın, belə göstərim. Tam hazır şəkildə. Kombisi də işləyə vəziyyətdədir. Bu da evimizin kombisidir. Yəni, hazırda işləyə vəziyyətdədir dostlar. Kombini də göstərim belə sizlər üçün. Yəni, motoruna kimi hamısı tam hazır işləyə vəziyyətdədir dostlar. İndi isə daxil olaq evimizə. Evimiz də tam hazırdır. Konu evlərinə kimi hamı tualetin aksesuarlarıdır, duş kabinidir, lüstrlarıdır. İstiponlar kimi hamısı çəkilib hazır vəziyyətdə dostlar. Baxın, bu evimizin dəhlizidir. Birinci mərtəbədə qonaq otağıdır, mətbəxdir, bir yataq otağıdır və sanitar qovşağı, sanuzəldən ibarət dostlar. Evimizin koridorudur, mətbəxidir, bir yataq otağı və sanitar qovşağı və sanuzəli istiponla təchiz olunub dostlar. Baxın, bu evimizin koridorudur. Bu evimizin qonaq otağıdır. Tam hazır şəkildə. Elə göstərim. Lüstrlarına kimi hamısı çəkilib hazır. Bir sözlə dostlar, gir yaşa evdir. Bu evimizin mətbəxidir. Mətbəx mebelindəki bahalı materiallardan istifadə olunubdur. Mətbəxin üstü mərmərdir. Onu da qeyd edim sizlər üçün. Ətraflı şəkildə göstərim sizlərə. Çox gözəl dizayn olunubdur. İnsə gedək, sanitar qovşağı, sanuzələ baxaq. Bu da evimizin sanitar qovşağı, sanuzəli birinci mərtəbədə yerləşir. Asma tavandır, duş kabininə kimi, aksesuarlarına kimi hamısı çəkilib hazır vəziyyətdə dostlar. Belə göstərirəm sizlər üçün. Görürsünüz, hər bir şeyinə kimi çəkilib hazır. Bu da birinci mərtəbədə yerləşən yataq otağıdır. Pilləkəni dostlar, onu da deyim ki, tökmə pilləkəndir, alüminiumdan istifadə olunubdur.
İncə daxil olaq. Yuxarı mərtəbəyə qalxaq dostlar. İkinci mərtəbədə dostlar 4 yataq otağıdır, 2 sanitar qovşağı, sanuzel və balkondan ibarət. Bu da ikinci mərtəbənin dəhlizi, pilləkəni. Bu evimizin ikinci yataq otağıdır. Onu da qeyd edin ki dostlar, evimiz mərtəbə arası beton monolitdir. İkinci mərtəbənin sanitar qovşağı, koridorda yerləşir. Bu da asma tavandır. Əlavə də bir sanitar qovşağı sanuzel yataq otağında yerləşir dostlar. Bu evimizin üçüncü yataq otağıdır. Kvadratı 220 kvadrat dostlar. Paketdə qubca. Bu evimizin dördüncü yataq otağıdır. Bu evimizin 5-ci yataq otağı dostlar. Və bu yataq otağında əlavə sanitar qovşağı sanuzeldə var. Bunu göstərim sizlər üçün yataq otağında sanitar qovşağı və sanuzel. Bu da asma tavandır. Tam hazır şəkildə. Həyəti göstərim sizə buradan. Belə göstərim. Görürsünüz, yəni balkonudur. 5 sotda dostlar. 220 kvadratdır, paket qubcadır. Yəni 2 yaşı evdir dostlar. Heç bir xərc eləmir. Mərkəzi kanalizasiyadır. Kombisinə kimi hamısı çəkilib hazır vəziyyətdə. Hörmətli izləyicilər, evimizin qiyməti 250.000 manatdır dostlar. Real alıcı olsa təbii ki qiymətdə endirim olacaq. Əlaqə nömrəsi qeyd olunubdur. Zəng edib maraqlana bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.